şuuraltı nədir və şuuraltı deyəndə nə nəzərdə tutulur? Tamam. Şuuraltı insan psixikasının dərin qatlarıdır. Və yaşadığımız hər bir şey oradadır. Vərdişlərimiz oradadır. İnanclarımız oradadır. Duyğularımızın qaynağıdır. Şuuraltı deyəndə bu nəzərdə tutulur. Yəni fərqində olmadıqlarımız, yaşayıb unutduqlarımız, hansı ki biz indi fərqində deyilik. Nələrin fərqindəyiksə bu şuur səviyyəsindədir. Amma nələrin yaşadıqlarımızın unuduruq biz, doğrumu? Biz misal üçün seanslarda, terapiyalarda görürük ki, misal üçün bir insanın bir problemi var, müraciət edir, amma problemin səbəbini bilmir. Və biz onu seansda, texnikalarla kökə endiyimizdə elə şeylər ortaya çıxır ki, yaşadıqları, hansı ki, mən bunu yaşadığımı belə unutmuşdum. Bəzən seanslarda insanlar gedib valideynlərindən bunu dəqiqləşdirirlər. Mən 2 yaşda, 3 yaşda həqiqətən belə bir şey yaşamışammı? Orada onu xatırlayır, amma əmin deyil, yaşayıb yaşamayıb deyə. Ona görə adətən fərqində olmadıqlarımız və bizim yaddaş kartımızdır şuuraltı. Şuuraltı Pis, yaxşı, hər şey orada oradadır. Hər şey oradadır və dünyaya gəldiyimiz andan, hətta ana bətnindən 3-cü aydan sonra hisslər yolu ilə kodlayır və insan beyni, onlar belə şuur altındadır. Yəni hətta bəzən seanslarda biz pasientlərlə hipnoz altında ana bətninə qədər gedə bilirik.